Salam Rofum severler və futbol həvəskarları. İndi isə Rofum U9 və Rofum U10 komandalarının qarşılaşmasını izləyirik. Həsənin irəliləməsi, Həsən və Fatih soğuşturur, amma Məhəmməddən uzun ötürmə və İndi isə qapıdan başlayırlar. Kimdir? Fatih. Fatih'ten Nihat qarşısına alır. Orada zərbə vurmaq istəyir. Boşa çıxır Nihat. Və Zaurdan top outa çıxır. Həsən. Həsəndən Məhəmməd. Yenidən Həsən. Həsəndən Renat ona imkan vermir. Riyad və Tamerlan. Onun qarşısını kəsmək istəyir. Riyad onu anladır və Arda ilə Fatih'in qarşılaşması. Fatih Arda'ya imkan vermir keçmə. Maneə törədir, amma Arda məğlub olmur. Arda 4 nəfər içindən qapıya doğru yüngül ötürmə, amma qapçımız Yusif yerindədir. Yusif'dən Fatih. Fatih'dən Zaur. Zaurdan Renat. Renat. Ve Zaur. Zaur'dan ötürmə. Riyad. Topun alta çıxmağına. Alta değil de. Kapıdan zərbə. Zərbəni Resul başlayır Məhəmməd. Məhəmməddən. Və Renat onun qarşısını alır. Məhəmməd və küncdən zərbə. Şimdi Renat'dan uzun ötürmə. Kimə? Fatih. Fatih'in zərbəsi və Zaur. Həsən onun qarşısını alır. Tamerlan'a atır Sadik. Tamerlan iki nəfərin arasında qalır. Yusif. Yusif'ten uzun ötürmə. Renat istiqamətinə, amma Həsən onlara imkan vermir. Out. Rofum U9 və Tamerlan və Həsənin qarşılaşması. Zaur. Nihat Zaur'u keçmək istəyir, amma Həsən və Arda'ya. Arda'dan, amma top qapıdan yan keçir. Yusif qapıdan zərbə ilə oyuna başlayır. Şimdi Fatih'ten Tamerlan istiqamətinə. Tamerlan topu bırakır. Riyad'dan uzun zərbə Fatih. Tamerlan və Arda'nın qarşılaşması və out. Rofum U10. Məhəmməd. Məhəmməddən Riyad. Riyad və iki nəfərin arasından çıxa bilmir. Kimdir? Renat gedmək istəyir, amma Məhəmməd müdafiədə çox gözəl oynayır. Renat Fatih ilə oynayır. Fatih. Həsən topu əldə edir, amma Sadiq ona imkan vermir. Tamerlan Riyad'ı keçə bilmir. Top Arda'ya gəlir, amma Fatih ona imkan vermir. Top Məhəmməddədir. Məhəmməddən Rəsula. Və qapıdan zərbə. Həsənin ötürməsi. Zaur. Sadiq. Tamerlan'a ötürür. Tamerlan'ın zərbəsi. Qapçı. Koxayski Resul. Qapı çox gözəl qoruyur. Kimdir? Fatih. Fatih'ten uzun ötürmə. Zaur. Zaur'dan Tamerlan. Tamerlan'dan Renat zərbəsi, amma küncdən zərbə. Tamerlan'dan uzun ötürmə. Zaur istiqamətində. Zaur'dan Niyada dəyən top. Və Renat'dan top qapıdan yan keçir. Resul. Buradan zərbə ilə başlayır. Məhəmməddən Riyad. Riyad'dan Nihat. Nihat Sadiq'i keçməyə çalışır və geriyə Riyad'la oynuyor. Riyad'dan Nihat. Yeniden Riyad.
ve Tamerlan'ın zərbəsi ama top qapıdan aralı keçir. Məhəmməd Həsən Tamerlan Həsənin qarşısını alır və Məhəmməd də onun qarşısını alır ama Renat məğlub olmaq bilmir. Nihat da onun kimi çox gözəl keçişlər edir və out. Nihat'tan Həsən, Fatih müdafiədə və Arda'nın zərbəsi ama top qapıdan direğe dəyərək çıxır. Yusif'ten şimdi Renat Həsən onun qarşısını almaq istəyir. Tamerlan'a gəlir. Tamerlan'dan Zaur'dan Sadik out kazandırır. Tamerlan aradan çıxır və Tamerlan'dan ötürmək istəyir Renat istiqamətinə ama Həsəni keçir. Məhəmməd də onun qarşısını ala bilmir ama Riyad müdafiədə çox gözəl oynayır. Tamerlan bu səfər topu alta çıxardır. Riyad'dan Məhəmməddən Arda ve Tevfik oyundadır. Arda'dan top almağa çalışır. Arda geriye oynuyor ve Resul'da top. Resul'dan Məhəmməddən Həsən özü irəliləyir. 3 nəfəri keçir Həsən ve Zaur ona malikçilik öğredir. Həsən geriye oynuyor. Riyad'dan uzun ötürme ortaya doğru ama Kenan onların planlarını alt üst edir. Ve Riyad'dan Məhəmməddən Arda yeniden geriye oynuyor ve Kenan topun Riyad'a gelməyini maniyet öğredir. Out. Riyad'dan Nihat yeniden Nihat ve Kenan onların onlarını dediğim kimi alt üst edir. Ve Məhəmməd irəliləyir. Tamerlan Məhəmməddən top almağa çalışır. Riyad Məhəmmədlə ötürməkdir ama Məhəmməd topa çata bilmir. Ve Tamerlan başlayır ve Riyad ve Nihat'dan Zaur alır. Kenan Məhəmməddən uzun ötürmə və Yusif topun çıxmağına şərait yaradır. Yusif'dən Zaur'dan Kenan ve Arda Nihat ötürmə və gol Nihat'ındır. Hesab 1-0. Bu isə onların gol sevincidir. Nəzərinizə çatdırım ki, oyunun 9-cu dəqiqəsidir və hesab 1-0 Rofum U10 komandasının xeyrinədir. Kenan Həsən topu alır ama Tofik'ten Kenan tam Yusif'ten uzun ötürmə. Riyad onun qarşısını alır ama Tamerlan ve Həsəndən Tamerlan qalib edilir ama hal-hazırda out başlayırlar. Rofum U10 komandası. Arda'dan Riyad istiqamətinə ama Kenan topu ram etmək istəyir. Tuncay Tofik'ten Kenan Arda'nın zərbəsi
Yusif'ten Tamerlan istiqamətini ötürmə. Amma Həsən onun qarşısını kəsir. Tuncay. Ardadan Kənan onun qarşısını kəsir. Tamerlan özü irəliləmək istəyir. Məhəmməd və Həsənlə qarşısından Tofiqə ötürür. Tofiqdən top out'a çıxır. Həsəndən zərbə vurmaq istəyir. Tamerlan'a dayan top. Və Həsənin özündən out'a çıxır. Kənan Arda ilə qarşılaşmasından ötürmə Yusifə. Yusifdən Nədir? Qapıdan zərbə. Yusif'ten Tamerlan'a ötürmə, amma Həsən onu qarşılar. Tuncay topu götürür. Amma qapçı Yusif topu oyundan çıxardır və 2-3-dən zərbəni Tuncay ötürür. Hazırda Tamerlandadır. Tamerlandan Arda istiqamətdə götürür. Kənan ona imkan vermir. Arda'nın zərbəsi və qapçı çox gözəl çıxarış edir və Tofiqdən alta çıxır Məhəmmədin zərbəsi, amma qapıdan zərbə ilə oyunu başlayacaqlar. Kimdir? Yusif başlayacaq. Yusif'dən Tamerlan ötürmə, amma Həsən onun qarşısında Tamerlan və Tofiq irəliləyir. Tofiq, amma əli oyuna daxil olar olmaz. Cərimə və cərimə zərbəsini kim vuracaq? Tamerlan. Tamerlan, 2 nəfərlik baraj qırılır. Tamerlanın zərbəsi və Rəsul topu götürə bilmir və hesab bərabərləşir. Hesab 1-1. Və mərkəzə dəvət olunurlar. Həsənlə Riyad. Məhəmməddən Həsən özü irəliləyir. Qapıya doğru zərbəsi Həsənin və qapçı topu çıxarda bilmir, amma və hesab 2-1 olur. Həsən hər tərəfə sevincini yayır. Və Zaurdan Kənandan Həsən topu alır. Vurmağa çalışır, ortaya doğru Əlidən Məhəmməddən Tuncay ötürmə edir kimə? Həsənə. Və Tofiq özü irəliləmək istəyir. Əli. Zaurdan Kənan öz oyunçusuna girməyə. Tamerlandan Əli, amma out. 9. Fatih'dən Həsənlə mücadeləsindən top out'a çıxır. Nəzərinizə çatdırım ki, 15-ci dəqiqədir. Və hesab 2-1 10 komandasına. Xeyr nədir? İndi isə Həsəndən ötürmə Məhəmməddən Riyaddan Rəsulun zərbəsi out'a çıxır top. Və şimdi Zaurdan Fatih və Əli'nin qarşılaşmasından Fatih ötürür Tofiqə. Amma Tofiqə qarşı və gol. Əli'nin qolu. Hesab 3-1 olur.
və mərkəzə dəvət olunurlar. Tamerlan. Tamerlandan Fatih. Fatihdən kimdir? Tofik. Tofikdən Tamerlana çox gözəl ötürmə. Tamerlan özü irəliləyir, zərbəsi. Top. Rəsuldan uzun ötürmə. Həsən topu ram edir. Həsəndən, Həsən özü irəliləyir. Fatih də onun qarşısını kəsə bilmir. Həsən. Bitirməsi kim istiqamətlə? Əli, Əlidən. Tamerlan. Məhəmməddən Əliyə, amma Tamerlan topu götürür. Kimdir? Riyad. Riyaddan özü irəliləmək istəyir. Tuncay ötürür. Tamerlan topun Həsənə gəlməyini qarşısına alır. Və Kənan. Riyad ondan topu alır. Fatih. Zərbəsi. Hop, alta çıxar. Məhəmməddən Riyad. Başqdan Tuncay. Məhəmməd. Rəsul ötürürlər. Rəsul. Rəsuldan yenidən Məhəmməd. Ötürməsi. Tuncaya. Tuncay. Və Kənan topu ondan alıb onlara azacıq həyəcan yaşadı. Məhəmməddən Tuncay. Tuncaydan Kənan almağa çalışır. Tamerlan. Tamerlan Həsənlə mücadiləsindən ötürmə. Tofik. Tofikdən ötürmə, amma Riyad onlara imkan vermir. Yusif'in ötürməsi. Tamerlan. Riyad və Tamerlan ötürmə edəcək mi? Tuncay. Tofik. Tofik Həsən də keçir və Kənan oyuna pauza verir, amma məğlub olmaq bilmir. Kənan top alta çıxır. Kim idi? Kənandan uzun ötürmə. Rəsul. Əli. Bu Fatih'e deyib alta çıxır. Əlidən Riyad. Kənan. Kənandan Tamerlan istiqamət etdirmə. Arda ondan alır topu. Yusif'e zərbəsi və Yusif topu devam edir. Yusif'in ötürməsi Arda. Amma Fatih onu sığortalayır. Kənan. Tofik. Ay Tamerlan. Tamerlan və Kənan. Yenidən Tamerlan. Tamerlandan Tofik istiqamətinə. Out. Rafım 10 komandası. Məhəmməddən Tuncay. Tuncay Məhəmməd Tofiqə imkan vermir. Və cərimə zərbəsi. Cərimə zərbəsini Tamerlan vuracaq. Tamerlan topa yaxınlaşır və hesab 3-2 olur. Bu isə onların gol sevincidir. Mərkəzə oyunu Tamerlan onlar üçün başlayır və Məhəmməddən Əli. Əlidən Arda.
Ardadan Kenan. Kenandan Tamerlan. Kenan ve Tamerlandan Ali topu alır. Ve Arda topa yaxınlaşa bilmir. Fatih ona imkan vermir ve kapıdan zərbə. Kimdir? Yusif. Oyuna başlayacak mı? Ve Yusif. Tamerlan Tevfik istikametine ötürmə. Fatih. Topun oyundan çıxmağına şərait yaradır. Küşdən zərbə. Arda başlayır. Tuncay görür ama ötürməsi. Fatih'ten herkes soğuşur ve Tamerlan'ın zərbəsi. Məhəmməddən Tevfik almaq istəyir ama Ali. Tamerlan onun qarşısını kəsmək istəyir. Əlidən ötürmə Fatih. Fatih elini keçir. Kimi ötürür? Kenan'a ama şaşkınlıktan alta çıxır. Top kimdir? Tuncay. Tuncay'dan Məhəmməd. Məhəmməddən geçen götürmə Nihat'a. Hatta yerine Tuncay. Tuncay'dan Məhəmməd. Tevfik ilerleyir ama ve Məhəmməddən ötürmə Tuncay. Tuncay'dan yeniden Məhəmməd. Məhəmməd pauz edir. Arda istikametini ötürür ama alta çıxır top. Ve out. Rafım U9. Fatih. Fatih'ten Tamerlan. Tamerlan'dan uzun ötürmə. Kenan ve Rasul'un karşılaşmasında. Rasul ve Tamerlan'ın zərbesi iki direğe deyip gol olur. Gol değil mi? Golü saymırlar ama Məhəmməddən deməli Renat topu alır. Renatdan ötürmə Tamerlan istikamətinə ve top kapıdan yan keçir. Məhəmməddən Nihat. Tuncay. Tuncay'dan Tamerlan. Tamerlan'ın zərbəsi Məhəmmədə dəyir və gol. Hesab bərabərləşir. Hesab 3-3. Mərkəzə dəvət olunurlar və fasilə və mərkəzdən oyunu başlayacaklar. Tamerlan. Tamerlan'dan Fatih. Fatih pauz edir Həsən. Topu ondan alır ama Fatih zəbt edir. Tamerlan'dan out. Renat başlayır. Arda ona imkan vermir. Tamerlan Arda'ya ve Fatih'ten alta çıxır top. Arda'dan uzun ötürmə Tuncay'ın zərbəsi. Ama ayağına tam oturmur. Kapıdan zərbəyle oyuna başlayacaklar. Yusif'ten Fatih. Həsən. Arda. Tamerlan ondan topu alır. Tuncay da keçir ve Tamerlan'dan uzun ötürmə. Renat'a dayır ayağına top. Kenan'a gelseydi belki de gol olardı. Ama Resul onlara imkan vermiyor. Resul'dan Tuncay. Arda özü ilerlemek istiyor. Ama Renat ona icazə vermek istemiyor. Ve Renat'tadır top. Renat ikinci adamı keçir ama Resul'dan Tuncay'dan ötürmə Nihat'tan Kenan onun karşısına alır
və Nihatdan ötürmə Həsən. Fatih onlara imkan vermir. Həsənin uzun ötürməsi. Top Renata deyil və Arda. Alta çıxmağa imkan vermir Fatih. Renat. Tamerlan. Tuncayla qarşılaşmasında Tuncay qalib gəlir, ötürməsi. Alta çıxır top. Kenandan Tamerlandan mərkəzə doğru ötürməz. Zaur istiqamətindən Rəsul ona imkan vermir. Rəsulun uzun ötürməsi. Nihat topu ram edə bilmir. Out'a çıxır top. Tamerlan out başlayacaq. Tamerlandan uzun ötürməz Zaur istiqamətindən. Zaurdan mərkəzə, amma Həsən Tamerlan qarşısını kəsir. Ötürməyə maneçilik törədir və Nihatdadır top. Nihatdan Kenan qaçdırması, Nihatdan ötürmə. Həsənə gələn top. Gol. Hesab 4-3 olur və Həsənin sevincləri hamısını qatır bir-birinə. Adı çəkilmədim ki, bu niyə bilir? Mərkəzə dəvət olunurlar və oyunun 27-ci dəqiqəsidir. Nəzərinizə çatdırım ki, hesab 4-3. Aerofum U10 komandasının xeyrinədir. İndi isə Sadiq və Həsən. Sadiqdən geriyə, amma Tuncay topu ram edir. Yenidən Sadiq Həsəndən alırlar. Bu nə müharibədir orada gedir. Tamerlan və Tuncayın qarşılaşması, amma Tuncaydan ötürmə Fatih onun qarşısını alır. Tuncay başlar. Ötürmə edir Nihat istiqamətinə. Nihatdan Fatih'in zərbəsi. Qapçının çox gözəl jesti. Həsəndən Arda özü irələmək istəyir, amma Fatih'ə dəyən top out'a çıxır. Ardadan ötürməsi Həsənin zərbəsi dəqiq alınmır və Tuncay başla topu ram etmək istəyir. Out. Aerofum U9. Zaurun zərbəsi. Fatih'in zərbəsi Həsənə deyil, qayıdır Ardadan Nihat istiqamətinə yenidən Həsən zərbəyə hazırlaşır, amma gücdən zərbə. Nihat Riyad Zaurun qarşılanmasıdır Fatih'dən. Türmə Tamerlan və Tuncay. Tamerlanın zərbəsi yerə gol sayılmır. Cərimə zərbəsi təyin olunur. Yox, sayılır gol. Bərabərlik qolu. Həsəndən Riyadın uzun ötürməsi out'a çıxır. Nəzərinizə çatdırım ki, oyunun 30-cu dəqiqəsidir və bərabərlik sürür. Həsən sola çəkir, ötürməsi. Kenan ona imkan vermir. Gücdən zərbəni Həsəndən uzun ötürmə və Fatih. Tamerlan. Tamerlan Zaur'u ötürmə edəcəkmi? Özü vurmağa çalışır, amma top ayağını tutmur. Rəsuldan Ardadan Həsən.
Senden yeniden Arda. Tamerlan onun qarşılanmaq istəyir. Ardadadır top və Fatih. Ona maniçilik törədir. Out'a çıxan top. Canan. Əli ilə qarşılaşmasından out. Profun U9. Zaur istiqamətinə, amma Zaur topu ram edə bilmir. Rəsuldan Məhəmmədin özü irəliləyir. Sadiqi keçməyə çalışır, Ardaya ötürür. Out. Məhəmmədə ötürür. Sadiq ondan topu almağa çalışır, yenə out. Canan Əli ilə qarşılaşmasından alta çıxır top. Əlidən yatdı. Əli içəriyə doğru ötürmə. Ardaya gələn top və Arda'nın qolu. 5-ci qol gəlir. Tamerlandan Fatih, yerindən Tamerlan. Məhəmmədi keçməyə çalışır. Həsən gəlir ona köməyə. Həsən topu alır. Həsən özü irəliləyir. Fatih onun qarşısını kəsir. Fatihdən Məhəmmədin zərbəsi Ardaya dəyir. Yerindən Məhəmməd və Rəsuldan Əli. Tamerlan onu almaq istəyir, amma Həsəndən Arda'nın zərbəsi qapçı yerindədir. Yusif Məhəmməd. Tamerlan və Məhəmmədin qarşılaşması. Tamerlan topu ram edir. Ötürməsi Zaur istiqamətinə. Top ayağına gəlmir. Riyad Məhəmməd istiqamətinə. Məhəmməd bir paz edir. Zaur'u keçir. Tamerlan da keçir. Məhəmməd topun alta çıxmağına imkan vermir. Tamerlan şığıyır və out. Və Həsəndən ötürmə Əliyə. Əlidən yüksəklərə qaldırır topu Həsən. Tamerlan topu götürür. Tamerlan və Məhəmməddən. Tamerlandan çıxır avta. Məhəmməddən Arda'dan Həsən. Həsən özü irəliləyir. Sola çəkir. Əli yetirir, amma Əlinin ayağına top oturmur ki, qola çevrilsin. Yusifdən zərbə. Kimdir? Arda onun qarşısını kəsir və topu əllə atır. Həsən ram edir. Tamerlan. Həsən. Tamerlan və Həsəndən top. Yusif imkan vermir top çıxsın və oyuna başlayır. Kim? Tamerlana. Tamerlandan Tofiq və Məhəmmədin qarşılaşmasından Məhəmməddən Əliyə. Əlidən Həsən. Həsəndən Arda'nın zərbəsi. Oy, dirək və köşdən zərbə. Arda. Riyad pauzası çox olur və zərbəsi qapıdan azacıq fərqlə yan keçir. Yusif Zaur istiqamətinə. Out. Şimdi Rafım U10. Əli və Fatih sanki qalanı qoruyurmuş kimi müdafiədə çox gözəl oyun nümayiş etdirir. Riyaddan Məhəmməd.
Yusif'ten Resul. Resul ve Resul out. Out. Outdan ötürmə. Tamerlan və Həsən onun qarşısını kəsir. Tamerlan gücdən zərbə. Tamerlandan içəriyə doğru Riyada dayan top yenidən. Gücdən zərbə. Canandan içəriyə doğru amma Zaur. Top orada gözləmirdi. Riyad out başlayacaq. Riyaddan Məhəmməd. Məhəmməddən ötürmə. Riyad istiqamətinə out. Tamerlan istiqamətinə ötürür Kənan. Tamerlandan içəriyə Tofiq. Tofiqin ayağına gələn top. Rəsul ona imkan vermir. Arda və Tofiq Ardadan top almağa çalışır və ona da nail olur. Ötürür Tamerlana. Tamerlanın zərbəsi. Top qapıdan zərbədirmi? Qapıdan zərbə. Sanki Məhəmmədə dəymişdi amma qapıdan zərbə. Məhəmməd. Riyad. Riyaddan Kənan ondan almağa çalışır. Riyaddan ötürmə Əlidən Həsən. Həsən irəliləyir. Zərbəsi. Top heç kimə dəyməyərək oyundan çıxır. Və Tofiq və Həsənin qarşılaşması. Tuncay. Çox gözəl. Mübarizə aparır. Və out qazandırır. Kimdir out atan? Məhəmməd. Out başlayacaq. Məhəmməddən uzun ötürmə. Həsən zərbəsi amma ayağı sürüşür. Riyada ötürmə amma qapıdan azacıq fərqlə yan keçir. Yusifdən Tamerlan. Tamerlan özü irəliləyir. Kənan irəli gedəcək və Tamerlandan üzün ötürmə Tofiq. Tofiqdən Həsən alır. Həsən. Yusif. Təhlükəni savuşturur. Out. Riyad. Tamerlan ondan top almağa çalışır. Riyad zərbəsi top qapıdan aralı keçir. Və Tofiq. Yusif. Tamerlan. Riyada gəlir top. Kənan Riyaddan almağa çalışır. Riyad öz cüssəsi ilə onun qarşısını alır amma Kənan. Tamerlan. Həsən. Səndən Əliyə amma Tamerlan ona imkan vermir. Mübarizələri davam edir. Həsən irəliyə keçir. Riyadın ötürməsi Yusif. Riyad başla topu ram edir. Amma out'a çıxır. Zaur. Renat. Yusif'dən Renat'ın ötürməsi Məhəmməd. Şimdi Renat. Yusif. Renat tehlikeli savuşturur. Out. Tuncay. Tamerlan. Məhəmməd qaydan topa ama kapıdan zərbə ilə oyuna başlayacaqlar. Yusif'dən ötürmə ama Nihat Çağına gəlməyə imkan vermir. Yusif tehlikeli savuşturur.
ve out. Riyad başlayır. Həsən. Kenan irəliləyir. Həsənin İngiliz zərbəsi, amma Renat yenə təhlükəni sovuşdurur. Nəzərinizə çatdırım ki, oyunun 41-ci dəqiqəsini oynayırlar və hesab 4-5. Rofum 10 komandasının xeyrinədir və Məhəmməddədir top. Məhəmməd Tamerlanı keçir. Ötürməsi Zaura deyir və out. Out mu? 2-3-dən zərbə mi? 2-3-dən zərbə. Tuncaydan ötürmə Həsən. Və out. Bu dəfə Rofum 9 oyuna başlayacaq. Renat özü irəliləyir. Out. Həsən. Səndən Tuncay topu ram edə bilinir. Out başlayırlar. Tamerlan out başlayacaq. Tamerlandan Zaur. Zaurdan yenidən Tamerlan və Renat oyuna daxil edir, amma top out'a çıxır. Məhəmməd. Riyadın zərbəsi. Qapçı oyuna təhlükə yaradır. Zaurdan Riyad, amma qapçı yerindədir. Və Tamerlan başla Tofiq götürmə. Həsən və Tofiqin qarşılaşması. Out. Həsən başlayır. Tuncaydan Tamerlanın zərbəsi. Out. Nihatdan Riyad özü irəliləyir. Riyaddan Zaur imkan vermir. Top 3-dən zərbə. Ötürmə dəqiq alınmır. Out başlayır. Tamerlan, Məhəmməd. Həsən. Və kimdir? Renat özü irəliləyir. Rəsul topu out'a çıxarır. Və Rəsuldan Riyad. Tofiqin zərbəsi azacıq. Qapıdan aralı keçir Rəsuldan Məhəmməd. Tamerlan qarşılaşması. Out. Nihat. Xeyr. Rofum 9 oyuna başlayacaq. Kenandan Zaur gəlişinə vurmaq istəyir, amma ayağını top tutmur. Tamerlanın zərbəsi, amma top qapıdan havalı keçir. Riyad. Tamerlana gəlir top. Zərbəsi Riyadda. Yenidən Tamerlan. Yenidən Riyad imkan vermir. Və Tamerlan və Nihat'ın qarşılaşmasından out. Tamerlan başlayır. Zaurun zərbəsi. Koxayski. Topu ram edir. Fatih. Tamerlandan Kenan istiqamətində. Kenan ötürmə mi edir, yoxsa özü mü gedir? Həsən topu ram edir. Fatih təhlükəni sovuşdurur və out. Rofum 10. Out'a başlayır Rəsulun zərbəsi. Tamerlan başla topu qəbul edir və yenidən Tamerlandadır top. Həsən Tamerlanı keçmək istəyir. Tofiq ona imkan vermir. Tofiq və Məhəmmədin qarşılanması. Həsən ötürmə Məhəmməddən. Həsəndən ötürmə, amma Zaur mani olur. Tamerlan Tofiq istiqamətini ötürmə etmək istəyir, amma və oyunun bombardiri bayaqdan qapçı duran Yusif oyuna oyuncu kimi daxil olur və Riyad
Riyad və Yusif. Tamerlan özü irəliləməlidir, amma zərbəsi Məhəmmədə dəyən top. Gücdən zərbə. Tamerlandan üzr ötürmə, Renatın zərbəsi. Ardaya dəyir və Renat topu göylərə qaldırır, amma Həsən topu başla ram edir. Yusifi Həsən keçir. Top Həsənlə çıxır. Və qapıdan zərbə ilə Fatih oyuna başlayır. Tamerlan özümü vuracaq. Tamerlandan gözəl kənana ötürmə, amma qapçı Rəsuldan top çıxır və gücdən zərbəni Tamerlan başlayır. Tamerlan Zauru görəcəkmi? Yusuf ötürür. Məhəmməd onun qarşısını alır. Arda özü irəliləyir. 2 nəfəri keçir. Əlini görəcəkmi? Kənan özü götürür topu. Yusuf ötürür. Yusufdən ötürmə. Və Renatdan Tamerlan səmində, amma Riyad onlara imkan vermir. Və Fatih topun kontrollu şəkildə çıxmağına şərait yaradır. Fatih topu birbaşa qarşı qapıya ötürür. Əliyə gələn topu Zaur imkan vermir. Tamerlan Məhəmməd Yusuf'a imkan vermir. Və top qapıdan zərbə ilə oyuna başlayırlar. Rəsuldan Riyad, Yusif ona qarşı və Riyad nəsə çaşqınlıq içindədir. Əlidən Həsəndən Arda Renat ona imkan vermir. Out. Məhəmməd. Və Məhəmməddən ötürmə Ardadan yenidən Məhəmməddən içəriyə doğru Əlidən Həsəndən Arda zərbəsi. Fatih qapıda çox gözəl dayanır. Və Əli Məhəmməd zərbəsi Renat'a dəyir, amma out deyil. Outdur. Out Məhəmməd başlayır. Arda yenidən out başlayırlar. Məhəmməd Ardaya kim idi? Kənan onun qarşısını almağa çalışır. Və küncdən zərbə. Ardadan içəriyə doğru Həsənə gələn top və gol 6-4 hesab 6-4 olur və Arda'nın sevinci. Həsən də sevincə qoşulur. Yusifdən Tamerlandan yenilən Yusif bir qəşəng pauz edir. Tamerlan özü irəliləyir. Kənan və Arda. Tamerlan zərbəsi Həsən onun qarşısını kəsir. Əlidən Məhəmməddən Renatdan alta çıxır top. Həsən özü irəliləmək istəyir.
Yusif bir nəfər keçirəli, onun qarşısını alır, ötürür və Rəsul. Tamerlan. Tamerlanın zərbəsi direkdə partlayır top. 51-ci dəqiqəyə gedir oyunda və hesab 6-4. Rəsul 10 komandasının xeyir nədir? Rəsuldan ötürmə kimdir? Əli. Ölüdən Kənan topu götürür və zərbəsi amma Kolxayski. Normal imkan vermir Rəsul. Əli götürür, Əlidən Riyad. Riyad özü yaxınlaşır, özü irəliləyir. Tamerlana dəyən top. Alta çıxmır, Əli imkan vermir. Və Renatdan top çıxır. Fatih'in zərbəsi Məhəmməd və Yusif istiqamətinə. Məhəmməd cüssəsi ilə Yusifin can vermir və top yenidən Məhəmməddədir. Tofik, Tamerlan, Həsən. Həsən irəliləyir, Həsən zərbəsi. Amma ötürmə edə bilərdi Həsən. Özü vurmağa çalışır və top qapıdan aralı keçir. Fatih qapıdan zərbə ilə oyuna başlayır. Fatih'in zərbəsi. Yusif başla davam edir amma özündən çox qabağa atır topu. Və Rəsul. Rəsuldan Riyad. Riyaddan uzun ötürmə Həsən. Tamerlan imkan verəcək kimi Həsəndən gözəl ötürmə Arda. Ardadan özü mü vurur və gol. 7-ci gol gəlir. Gol və Arda'nın yenidən sevinci. Yusif, Tamerlan, Kenan. Şimdi Nihat'ın ikinci golü ve 8-4 olur. Yusif, Tamerlan. Yusif. Resul. Ve Riyad'dan Tuncay. Tuncay'dan ötürmə. Yusif ve Tamerlan qarşısını alır. Sadık'tan geriye Fatih istiqamətində ötürmə. Riyad onların planını pozmağa çalışmaq nail olur ve Fatih'ten uzun ötürmə. Tamerlanla başla ötürür ama Məhəmməd topu götürür və Həsəndən Tuncay'ın zərbəsi. Top direkdə partlayır. Out'dur bu, out. Fatih'ten Riyad başla davam edir. Həsən ötürməsi gözəl. Və Tofik. Kenan zərbəsi. Nihat'a gelen top. Nihat. Bu neydi? Ötürmeydi mi? Zərbəsi alınmır deyək və Fatih'in attığı topa Məhəmməd bilmədən başla davam edir. Və Məhəmmədin zərbəsi amma qapçı yerindədir. Və Yusif Günçdən zərbə başlayacaq. Yusif'in birbaşa qapıya zərbəsi amma Rəsul topu davam edir. Və indi isə Fatih oyunu öz xeyirlərinə dəyişir. Qapıdan zərbəni Tofik özü irəliləyir. Kənar istiqamətində amma Məhəmməd ona imkan vermir. Out. Tofik'ten Fatih.
Tamerlan ötürülməsi səni keçməyə çalışır, amma Nihat Həsən topu götürür. Cərimə zərbəsi, cərimə kobud oyun olur Sadiq tərəfindən Həsənə. Həsən və cərimə zərbəsi təyin olunur. Həsən qalxır ayağa və cərimə zərbəsini özü vurmaq istəyir, amma və ötürməsi Fatih'in ötürməsi Tamerlan Rəsul onlara imkan vermir və Yusif oyuna başlayacaq. Yusif'dən Tamerlan istiqamətində Həsən onu görür. Tamerlan Yusif Nihat Sadiq'i keçir və topu götürə bilir. Maç işlən zərbə və Nihat Məhəmmədi görmür. Ötürməsi içəriyə Həsən başla, amma Riyad çox pauz edir zərbəsi, amma oyun sona yetir və uşaqlar bir-birlərini təbrik edirlər. Nəzərinizə çatdırım ki, bu dostluq, yoldaşlıq və qardaşlıq oyunudur və bu komandalar qələbəyə hər iki tərəf sevinir və oyunumuz sona çatır. Sizinlə mən profesional oyunların həvəskar çəkilişçisi Şaməddin idi. Sağ olun, gələn görüşlərə dək.